Salam, bildiyiniz kimi DİM 2025 ikinci isə yeni test toplusu çıxdı. Gəlin həmin topluda funksiyalar bölməsinə aid olan yeni əlavə olunan bu tip sualın izahına baxaq. Deməli, əgər imtahandasınız və sizə bu tip sual düşübsə, ən qısa yolla necə həll edə bilərsiniz? Bizə deyir ki, AB aralığında fx funksiyalardan hansının tərsi yoxdur? Baxın uşaqlar, funksiyanın tərsi olması üçün həmin funksiya ya bütün ədəd oxunda artmalıdır və yaxud da azalmalıdır. Biz bilirik ki, əgər qrafik birinci və üçüncü rüblərdən keçirsə, bu artandır. Ə, Əgər ikinci və dördüncü rüblərdən keçirsə isə azalandı. Amma ikinci qrafikə baxsaz, müəyyən aralıqda artıb, müəyyən aralıqda azalıb. Yəni həm artır, həm azalır. Biz də dedik ki, ya artan olmalıdır, ya da azalan olmalıdır ki, tərsi olsun. Həm azalır, həm artırsa, o zaman həmin qrafikin tərsi olmayacaq. Doğru cavab burada tərsi olmayan yalnız ikinci qrafikdir. Gəlin sizə ikinci bir üsulda deyim ki, bu üsulla da qısa yoldan tapa bilərsiniz. Əgər funksiyanın tərsi olması üçün biz x oxuna paralel düz xətt keçirdik. Əgər çəkdiyimiz həmin düz xətt qrafikimizi bir nöqtədə kəsirsə, o zaman onun tərsi olacaq. İkinci qrafikimizdə yoxlayaq. Baxın uşaqlar, mən düz xətti çəkəndə bir nöqtədə yox, iki nöqtədə kəsir. Amma mənə lazımdır ki, bir nöqtədə kəssin. Demək ki, bunun tərsi yoxdur. Üçüncü qrafikimizdə də yoxlasaq, yenə bir nöqtədə kəsəcək. Demək ki, bu üsulla da yenə bizim cavabımız ikinci qrafik olur.